Allah'a nə zənn edirsiniz? Nədir sizin zənniniz, gözləntiniz Allah haqqında? Qiyamətdə belə bir şey soruşacaqlar. Bu qədər rəhimli Allahın ola sən həlak oldun. Görün nə qəribə sualdır bu. Bu sualın üzərində kim düşünür? Bəyəm səndən, məndən rahat əl çəkir? Ən mehriban varlıq anadır, ananın balaya məhəbbəti, onun bizə məhəbbətinin qarşılığında zərrədən kiçikdir. Ana deyir ki, qurban olum, balama nə olacaqsa mənə olsun, o ana. Buna kim iman gətirib? Hər an, hər saniyə sənin fikrində olan Allahın var.